Həyatımdakı bu sakitliyin uzun sürməyəcəyindən qorxurdum. Məni həbsxanadan çıxartmaq kiməsə lazım idi. Əgər bu Şamilin işi olsaydı, bir dəfə zəng eləyib halımı soruşardı. Yoxsa onun izini tapmaq üçün əvvəllər olduğu kimi azadlığa buraxıldım. Əgər onlar Şamilin mənə zəng eləməyini gözləyirlərsə, deməli mən yeməm. Əgər belədirsə, onda hər bir addımımı izləyirlər. Telefonumu da qulaq asırlar. Axı mən neyniyim? Yox. Onun səsini eşitməliyəm. Əgər məni həbsxanadan çıxardıb Şamilin yerini tapmaq üçün istifadə eləyirlərsə, bütün işlər bitdikdən sonra məni yenidən geri qaytaracaqlar. Ömürlük həbsə. Həbsxanadan çıxmağın yalandı, Lalə. Son çarə Şamili axtarıb tapmaq və onunla birlikdə qaçmaqdır. Yox, belə eləyə bilmərəm. Bəs anam necə olacaq? Alo. Alo, kimdir? Alo, danışın. Kimdir? Niyə danışmırsınız? Danışın, alo. Bunların hamısı oyundu. Mümkün deyil. Səndən danışmaq hələlik mümkün deyil, Lalə. Səndən görüşmək üçün hələ neçəsini öldürməliyəm, onu da bilmirəm. Mən ölüm maşınıyam, başqa heç kiməm. Bu öz seçdiyim yoldur. Talih bunu istəyirsə, belə də olacaq.